Bunu aldım. Kesildiler kartop şu an. Bilmiyorum valla. Hala bilmez. Saldılar qiyməti yoxsa yox. Biz keçən ara burada çəkiliş aparmışdıq, ona görə soruşdum. Qalxdı nə qədər qalxdı? 250-dən qalxdı. Yox, 250 deyirlər. Hə, 200-də deyirlər, salıblar axı. 250'ye vururlar, deklarasiyonu təzdən ödəyəcək 200'e isə. 200-ə hesablayın. Ancaq kartof deyilədir də, meyvədə nə qədərdir, bilmirsiniz? 700. Əvvəl neçə idi bə Ceyhunlu'nun vaxtında? Ceyhunlu'nun vaxtına 700'dür, bunlar onu dəyişmişlər. Kartof amma qaldırdılar da bunlar. Kartoşkaranınkidir, Ermənistan'a kartof gəlir, o yalandan deyil. Ermənistanı hiç Gürcistan qəbul edər. Heç qəbul olmur. Elə onu mən bilməyim. Zalqadır da, Zalqa kartof. Zalqada Azərbaycanı da yaşayır. Greklər də yaşayır, Gürcü də yaşayır. Erməni də yaşayır. Erməni də yaşayır. Axalçıq da gen onu ki, Axçələk də gen onu ki, o Gürcistan torpağıdır. Gürcistan torpağı. Bilirəm Gürcistan torpağı oldu, amma qiymətlərdə fərq yoxdur da, elə həmən şeydir. Tonuna $200. $200'dan alır. Meyvənin də tonlandı. Tonu? Tonuna 700. Bunun qanunu gətirmək üçün sizə hansı sənədlər lazımdır? Orada 8 dənə sənət yazmış, iddiasız vermədi. Onda bir dənə kserofobiyasını vermədi ki, baxaq, aparat görək. Bunu deyirlər. Salat keçədəz də yemək olmaq. O sənətlər amma verirsə siz Gürcistandan ala bilərsiniz. Oranızsa bu sənətdə hər halda oran həkimi də olur. Gürcünün özü dedi ki, nə sənət lazımdır, deyim verək sizə. Ki, bez problem gedir. İndi sizə maarifləndirmə aparılsa, biz alıb belə bu ticarətçilərə dağıtsaq onu ala bilərsiniz də. Daha sonra da Yox, mən məsələn siyahını tapsam, hansı sənətin forması nədir? Onu sizlərə gətirib dağıtsaq ki, versək ki, qardaş, bu sənətləri alın, rüşvət verməyin. Onu gətirib keçə bilərsiniz də. Dövlət qiyməti $200 mı? Dövlət qiymətidir mi o $200? Heç vaxt rüşvətsiz keçə bilmərik. Sən sənət gətirsən onu... Yaxşı, sənət gətirdim. Gəndə $200 onda hesablayacaqlar. Niyə $200 hesablayır orada? Elə sual orada meydana çıxır ki, orada yazı yapışdırsın, oradakı tonu $50, $100. $200 yenə də onsuz da sənətsiz sizdən hesablayır da. Biz sənət yığıyla o sənətləri yığ gətir. Orada da aslında bir müəyyən miqdar olar da o sənətləri alanda hansısa çeksad ödənməlidir də orada. Onları da verirlər, sonra da gəlsin burada desin, yenə $200. Ondan fərqi nə olacaq? Məsələ burasında bir şey elə deməməlidir, o sənətlər olunur. Sizin əlinizdə sənət varsa, siz öz qanununuzu bilməlisiniz ki, sizin Yaxşı, kamerayı biz nədən bilək ki, o kardon tonu neçə dövlət olsun? İndi onu biz alıb sizə verəcəyik. Onu deyirik də, biz onu alıb sizə verək ki, siz orada tələb eləyə bilərsiniz. Burada rüşvət mütləq oynamalıdır. Mütləq oynamalıdır, deməli verməyə razısınız. Verməyə, nə eləməliyək? Olmamaq üçün savaşmaq lazım. Ay oğlum, uşağımız orada ifası deyir ki, biz bizdən ayrılmışıq. Görürsünüz, çox... Qanundan var. Deyir, qayda nə olacaq? Qanundan var. Yer ölçmək daşlar. Mən jurnalistəm. İndi depozitini hakim salacaq, dava salacaq. O depozit var, o depozit indi var ki... Artıq alır axı. O geri qaytaranda sən orada $40 yol fondunu alır. Bax, 3029 manat eləyir. Aha. Bunun 70%-ni almalıdır da məndən. Əlavə nədir bu? Ömrü rüsumu? Mən rüsumum. Mən 70%-ni keçirmək Maşın üçün qoyursunuz bunu. Gedirəm indi. Bilirəm, görələ alacaq mı indi məndən 2000 manat? Gedirəm qoyalım. Orada yol fonduna pul götürür, geri qalanı qaytarır mən. Adamları gəlir.
Ayqamı qalsın.